Herkese salam. Bu dəfə də baxırıq belə bir məsələyə. Bu məsələdə nə deyir? Deyir ki, sadəcə 120 manat pul verir, 40 kiloqramlıq fındıq alır. Fındığı ləpə kimi satmaq üçün qabığını təmizləyir və fındığın çəkisi 5 kiloqram azalır. İndi nəyə fikir verirsiniz? 40 kiloqram fındıq idi, 5 kiloqramı azaldı. Buradan 40-ı, bu da yazılmadı, 40-dan 5-i çıxıram, nə qədər qalır? 35. Deməli 40 kiloqrama 120 manat vermişdi. Artıq 5 kiloqramı azaldı. Yəni biz artıq burada 40 yox, 35-i nəzərdə tuturuq. Yəni 35 kiloqram veribdi. Yəni 35 təsəvvür 35 kiloqram alıbdı və 120 manat pul xərcləyibdi. İndi deyir ki, fındıq ləpəsinin kilosunu, yəni bu 35 kiloqramı neçə manatdan satmalıdır ki, verdiyi ümumi pulun verdiyi pulun 4də 3 hissəsini qazanc kimi əldə eləsin. Deməli 120 manat pul vermişdi. Bunun 4də 3-ünü deyir qazanc kimi əldə eləsin də. 120-nin 4də 3-ünü tapırıq. 120-nin 4də 3-ü nə edir? 120-ni birinci 4-ə bölürük, edir 30. 30 3-ə bölündə 90 manat. Yəni deməli bu adam 90 manat pul qazanmalıdır. Deməli ümumiyyətlə nə qədər pul qazanmalıdır? 120 ilə 90-ı toplayıram. Eləyir 0, 1, 210. Yəni ümumi 35 kiloqram fındığı 210 manata satmalıdır ki, buradan 90 manat da gəlir əldə eləsin. İndi nə edirəm? 210-u bölürəm 35-ə. Nəyə görə 35 manata? 35-ə bölürəm, çünki hər kilosun neçəyə bölməlidir? 210-u bölürəm 35-ə, 6 dəfə, 6 dəfə 5, 30, 0 yazdıram 3 yadda, 6 dəfə 3, 18, yadda da 3, 21, eləyir 0. Deməli 6 kiloqram. Həqiqətən də 35 kiloqramın fındığın hər kilosun 6 manata satsam, 210 manat pul edir. Və bu 210 manatdan 120 manat verdiyi pul olar, qazanc olaraq 90 manat isə onun qazancı olar. Deməli cavab olur C variantı.